Azərbaycanda ənənəvi qoz fındıq növləri ilə yanaşı, açarla qoz kimi tanınan egzotik makadamiya qozu da satışda tapılır. Bu, vətəni Avstraliya olan həmişə yaşıl bir ağacın meyvəsidir. Avstraliyadan əlavə, makadamiya Cənubi Afrika, Braziliya, ABŞ, Çin və digər ölkələrdə də yetişdirilir. Makadamiya qozu dairəvi formadadır. Ölçüsünə görə fındıqdan təxminən 2 dəfə böyüdür və rənginə görə şabalıdı xatırladır. Onun əsas xüsusiyyəti son dərəcə möhkəm qabığa malik olmasıdır. Bu səbəbdən onu adi qoz qıranla sındırmaq mümkün deyil. Buna görə də makadamiya qozları satışa qabığında xüsusi texniki vasitələrlə əvvəlcədən kəsik açılmış şəkildə çıxarılır. Alıcılara qabığı rahat açmaq üçün kiçik metal açar verilir. Bu açarın köməyi ilə kəsik yeri asanlıqla açıla bilər. Təbii ki, bu məqsədlə uyğun hər hansı bir alətdən də istifadə etmək mümkündür. Makadamiya qozunun ləpələri formaca və quruluşsa fındığı xatırladır. Lakin tərkibindəki yağ miqdarı daha çoxdur, 70%-dən artıq və dadı daha zəngin, kərə yağı kimi yumşaq, vanil ətirli olur. Bəzən istehsalçılar qabığında qızardılmış və yarılmış qozları vanil ətirli şəkər şərbəti ilə isladırlar ki, bu da qozlara daha şirin, amma həddindən artıq olmayan dad verir. Makadamiya qozları bir sıra faydalı xüsusiyyətlərə malikdir. Onlar kalsium, fosfor, dəmir kimi minerallarla yanaşı, B qrupu vitaminlərin də yaxşı mənbəyidir. Makadamiya yağı isə yumşaldıcı xüsusiyyətləri və faydalı tərkibinə görə kosmetika sənayesində geniş istifadə olunur. Maraqlıdır ki, makadamiya qozları itlər və pişiklər üçün zəhərlidir.